Gəncə Regional Kollecdə uzun müddətdir davam edən idarəetmə problemləri və əmək mühitində formalaşmış gərginlik artıq açıq böhran xarakteri alıb. Müəllimələrin narazılıqları, rəhbərliyin bu narazılıqlara münasibəti və kollektiv daxilində psixoloji təzyiq iddiaları təhsil ocağında ciddi pozuntuların mövcud olduğunu işarə edir. Kollecin metodisti Qayıbova Tərlan aylardır davam edən qeyri-etik davranışları ilə müəllimələr arasında narazılığı artırıb. Müəllimələrin bildirdiyinə görə o, əməkdaşlar arasında dedikodu yaratmaq, insanları bir-birinə qarşı qoymaq, açıq şəkildə alçatmaq və bəzi hallarda əməkdaşları üzə durmağa məcbur etmək kimi davranışlar sərgiləyib. Bu cür münasibət təhsil mühitinə tamamilə zidd olmaqla yanaşı, kollektivdə psixoloji gərginliyin artmasına səbəb olur. Qayıbova Tərlanın aylar ərzində yaratdığı mühit müəllimələrin fəaliyyətinə, pedaqoji prosesə və ümumi iş atmosferinə ciddi şəkildə zərbə vurub. Müəllimələrin iddialarına görə direktor Xudiyeva bütün şikayətlərə baxmayaraq Tərlan Qayıbovanı açıq şəkildə müdafiə edir. Kollektivin rəhbərliyə etdiyi müraciətlərin cavabsız qalması isə vəziyyətin daha da ağırlaşmasına səbəb olub. Müəllimələr bildirir ki, rəhbərlik tərəfindən bu himayəçilik münasibəti həm şikayətlərin araşdırılmasına mane olur, həm də metodistin daha da cəsarətli şəkildə öz fəaliyyətini davam etdirməsinə zəmin yaradır. İddialar arasında o da yer alır ki, Tərlan Qayıbova dərs saatları ilə bağlı rüşvət tələb edib və bunu Xudiyevanın adından etdiyi söylənib. Direktorun bütün bu iddialar haqqında suskun qalması kollektivdə təəssüf və gərginlik doğurur. Kollektivin ən ciddi ittihamlarından biri Tərlan Qayıbovanın bir müddət Sankt-Peterburqda yaşadığı halda həmin dövrdə işə çıxmamasına baxmayaraq sənədlərdə işdə kimi göstərilməsi və adına əmək haqqı yazılmasıdır. Müəllimələr bu halın dövlət büdcəsinin aldadılması olduğunu və məsələ ilə bağlı araşdırmaların indiyədək aparılmasının təəccüb olduğunu bildirirlər. Qayıbova Tərlanın hələ metodist vəzifəsində işləməsi isə bu hadisələrin kölgəsində daha diqqət çəkici görünür. Kollektivdə yayılan fikrə görə Tərlan Qayıbova Vahid Həsənovla yaxın münasibətlərinə görə yeni direktor Xoşqədəm Xudiyevanın himayəsində saxlanır. Bu isə kollecin Xudiyeva tərəfindən deyil, Həsənov tərəfindən idarə edilməsi anlayışını çıxarır ortaya. Sentyabr ayında baş verən hadisə vəziyyəti daha da gərginləşdirib. İddialara görə bir qrup ali təhsilli müəllimə şikayətlərini geri çəkmələri üçün təzyiq göstərilib və onlardan tərif məktubu imzalatdırılıb. Həmin məktubların müxtəlif qurumlara göndərildiyi deyilir. Bundan əlavə, metodist Qayıbova Tərlanın müəllimələrə kimin qol çəkdiyi halda 750-900 saat dərs yükü ilə təmin olunacağı barədə bildirməsi kollektiv tərəfindən təzyiq və manipulyasiya cəhdi kimi qiymətləndirilib. Bu cür hərəkətlər həm etik normaları pozur, həm də tədris prosesinin obyektivliyini şübhə altına alır. Gəncə Regional Kollecdə yaranmış vəziyyət artıq əmək münasibətlərinin pozulması çərçivəsini keçərək ciddi idarəçilik böhranı səviyyəsinə çatıb. Müəllimələr redaksiyamıza müraciətində bildirir ki, kollektiv psixoloji təzyiq altında fəaliyyət göstərir və bu mühit təhsil keyfiyyətinə birbaşa mənfi təsir edir. Kollektiv əldə olunan faktlar və illərlə davam edən narazılıqlar fonunda aidiyyatı qurumlardan məsələyə obyektiv yanaşma və hər tərəfli araşdırma aparılmasını tələb edir. Onların fikrincə, Qayıbova Tərlanla bağlı deyilənlər xüsusən də dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi ilə bağlı iddialar hüquqi qiymət almalıdır. Müəllimələrin gözləntisi ondan ibarətdir ki, rəhbərlik şəffaflıq prinsipinə əməl edərək məsələyə aydınlıq gətirsin və kollec daxilində pozulmuş balansın bərpası üçün addımlar atılsın.